Deməli, hal-hazırda gördüyünüz bu iş Azərbaycan-Türkiyə qardaşlığı mövzusunda belə bir işdir. Bu iş hazırlanıb göyrüş ağacından. İşin hazırlanma müddəti əhatə edir 6 ay müddətini. Deməli, 6 ay müddətində bu iş işlənilib. İşdə həddən artıq qabaritli və simvolik elementlər öz əksini tapır. Burada əsasən çoxluq təşkil edir. Türkçülüyə aid olan simvolik elementlərdir. Burada əski türk əskəridir. Sonra onun silahıdır, oxudur, yayıdır, qalxanı. Burada minarələri öz simvolik formasını tapıb. Burada Türkiyə minarələr şəhəridir olduğunu göstərir. Sonra burada at fiquru var. At yəni ki, əski türk əskərini ümumiyyətlə atsız təsəvvür eləmək olmazmış. Burada var 5 atılan silah var. 5 atılan silah və bir qol var burada, insan qolu ki, o da Atatürk'ü simvolizə edir ki, Atatürk Türk dövlətini bir dövlət kimi formalaşdırıb, onun necə deyək, konstitusiyasını onu yaradıb və onu dövlət kimi formalaşdırıb. Burada bu türkçülük qoludur. Ümumiyyətlə biz bir millət, iki dövlətik və burada o öz əksini tapmışdır. Elə bir ağacın kökü üzərində 2 qoldur. Hər qolun üzərində, türk qolu üzərində türk ay ulduzu öz əksini tapmışdır. Azərbaycan qolu üzərində isə Azərbaycan ay ulduzu və burada həmçinin Dədə Qorqud və Tonqal var ki, bu da bizim Zərdüştlük dövründə olduğumuzu bildirir və burada Dədə Qorqud əlində qopuz aləti var ki, bu da Azərbaycan qolu üzərində öz əksini tapmışdır. Ümumilikdə iş özü bir 70 sm hündürlüyündə bir ölçüdə belə bir formada işdir. Bura yapışmasa bunun başı sınma ehtimalı ola bilər. Bu bir gün burada əlaqədir ki, sınmaz. Həm də işdə bir maraqlı qaqayın dillərdə o ağaçdan. Ağacın təbii özün özəq hissəsi, tündü kənarları sarı. Burada götürüb əlimə də danışa bilərəm bunu belə, ya necə eləyəm? Burada götürüb belə bir səhnədir. Ağac evkalipt ağacıdır. Belə bir işdə. Evkaliptda su basma vaxtı səlyanə qətindən ağacdır. Yəni, iş dəqiqliyinə, quşun lələyinə. Orada etkiləmək muhamız verir. Burada ağır kəmalı qaba, biliyorsun, Şuşa bizim muhamımızın küt bir iş. Digər məsələn bir iş var. Son əl işləri. Son əl işləri. Bu da həmin o cürk ağacı ki, qayın ağacının. Bu eyni ilə bu ağacı 20 gün olur. İşin üzərində olur. Hazırda hansı iş görürsünüz? Hal-hazırda gördüyüm iş müasir dövrün memarlıq abidələrindən olan Səlyan giriş qapısında olan Səlyan sözü yazılan bir qala qapı kimi bir şeydir, tikilidir. Həmin onun barelyefini işləyirəm. İşin materialı şam ağacındandır. Belə bir qabaretli formada həmin o qalanın burada işini işləyirəm hal-hazırda, barelyefdir. İşin fon hissəsi yonları ilkin olaraq
fon hissə yonulur və sonra qalanın üzərində olan obyomlar, əyriliklər, yumurluqlar orada veriləcək, öz əksini tapacaq. Təqdim edirəm. Yəni bundan gözəl nə ola bilər? Yəni bugünkü gündə şagird dərsdən sonraki vaxtın gedib evdə oturub telefonla, nə bilim, passiv formada hazır edir. Səslənə bilən bir alətdir. Yəni lazım olsa o ifadə eləyər. Uşağın məsələn musiqi təhsili olmayan bir şagird musiqi aləti düzəldir və onun bir rəng ola bilir, bir hissəsi bir rəng. Tam dəqiqliyinə, caynağına kimi, yəni gördü də bu döyüş xoruzlarıdır, bu iş çəkir. Bu nəmsə müddəti altında tarixləri yazılır belə 18. Burada bizim şagirdlərimizin çox müxtəlif mövzularda əl işləri var. Əsasən vətənpərvərlik mövzusundadır. Məsələn, burada dəmir yumruqdur, sonra muğam simvolu var, şəhidlərimizdən var, Polad Həşimov var. Gözünüzdə işin üstündə də bütün dəqiqliyi ilə, yəni tam iş dəqiqliyi ilə işte buyurun tüklərini miniatür